Xoş gördük əziz dinləyicilər. Bu dəfə də aktual bir mövzuda, dini mövzuda danışmaq istəyirəm. Bu mövzu da bizim Azərbaycanda olan təriqətlərin ən xəstə təriqəti olan Vəhhabilikdən danışmaq istəyirəm. Bu yaxınlarda bir Vəhhabi çıxdı ortaya və bildirdi ki, mitinqlərə çıxmaq haramdır, musiqiyə qulaq asmaq haramdır. Bilirsiniz ki, bu Vəhhabilərdə ümumiyyətlə bunlar düzəlməz xəstəliyə aid olan kateqoriyaya aiddirlər və bildirdi ki, mitinqlərə çıxmaq haramdır, ümumiyyətlə nümayiş etmək haramdır. Bilirsiniz, bunlar deyirlər, nefti də qaldıran Allahdır, pulu da qaldıran Allahdır, hər şeyi Allahdır, atırlar Allahın boyuna. Bu xəstə təfəkkür elə fikirləşir və bunu da bu formada izah edir ki, bəs mitinqlərə çıxanlar gördünüz ərəblərdə nə etdilər, Yəməndə nə oldu, digər yerdə nə oldu. Əvvəla o mitinq deyildi, onlar qiyam idi. Mitinq hər bir xalqın, hər bir inkişaf eləmiş xalqın dəyəridir. Baxın, bu günlərə ən çox mitinq eləyən ölkələr Avropa ölkələrdir. Amerikada demək olar ki, hər gün mitinqlər olur, amma Amerika dağılmır. Təkcə 3-4 gün bundan əvvəl İngiltərədə böyük bir mitinq oldu. Görürsünüz, İngiltərə dağılmadı. Mitinqlər əslində qalsa xalqın öz enerjisini çıxartmaq üçün vasitədir və hökumətlərə bir mesajdır. Əgər nəzərə almaq lazımdırsa, bu Vəhhabi bildirir ki, bizdə sabitlikdir, mitinq etmək olmaz. Unutmasın ki, 1987, 88, 89, 90-cı illərdə də Azərbaycan xalqı mitinq sayəsində o mənfur düşmənləri Azərbaycandan qovdu, Azərbaycanı müstəqil elədi mitinq sayəsində. Hətta mitinq sayəsində biz hakimiyyətləri də belə dəyişdik və mitinq sayəsində mərhum prezident Heydər Əliyev də mitinq sayəsində Azərbaycana dəvət edilmişdi və Azərbaycanın prezidenti seçildi. Bu insan bilmirəm kimə girmək istəyir, ya kimə yaltaqlanmaq istəyir, amma çox pis yerə, necə deyərlər, pis yerdən danışıb özünü kimisə gözünə salmaq istəyir. Unutmayın ki, məsələn üçün 2020-ci ildə 15 iyunda Azərbaycan xalqı qalxdı, mitinq etdi və Azərbaycan hakimiyyətinə də mesaj verdi ki, biz hazırıq, bizim generallarımızı öldürüblər, siz dayanmayın. Və Azərbaycan hökuməti də müharibə etdi və biz qələbə çaldıq. Mitinq hər bir insanın, hər bir sivil xalqın mübarizəsinin tərkib hissəsidir, onun öz fikirlərini çatdırmasının tərkib hissəsidir və Azərbaycanın 1995-ci ildə qəbul edilmiş konstitusiyasının 49-cu maddəsində sərbəst toplaşmaq azadlığıdır. Yəni cəhənnəm olsan get Müaviyyənin yanına, Müaviyyə dövlətlərinin yanında, orada nə qələt edirsən elə ilə, orada kimlə nə etmək istəyirsən elə ilə. Mitinq hər bir millətin öz hisslərini, öz fikirlərini demək üsuludur və bu istənilən demokratik ölkələrdə baş verir. Bu Vəhhabi necə deyərlər, təhqir etmək istəmir, şəklini də qoymaq istəmədim, heç tapa da bilmədim bu mənfur sifəti, amma bu mənfur sifətlər həmişə Azərbaycan xalqını aldadırlar. Baxın, unutmayın, firqəlik belə bir xəstəlikdir, firqəlik belə bir zəhrimardır, firqəlik belə bir zibillikdir ki, hər vaxt yalnız və yalnız xalqın əleyhinə işləyir, yalnız və yalnız kütlələrin əleyhinə işləyir və heç bir zaman Allahın tərəfində olmur. Bu zümrəyə aid olanlar da deyirdilər ki, nefti qaldıran da Allahdır, indirən də Allahdır. Hər bir şeyi Allahın boynuna atmaq əslində qalsa bu Müaviyyənin dinidir və Müaviyyə ardıcılları məhz belə olurlar. Ona görə də bütün firqələri ignor etmək lazımdır. Bu Vəhhabizm xəstəliyindənsə qaçmaq lazımdır. Amma bu insan, bu şarlatan demədi ki, məhz öz qızlarınızı cariyə kimi Suriyaya aparmaq haram deyildimi? Azərbaycan xalqının balalarını aparıb orada öldürmək haram deyildimi? Baş kəsmək haram deyildimi? Bu yaxınlarda məhz 6-7 gün bundan əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İraqda əsir götürülmüş Azərbaycan qadınlarının bir qrupunu Azərbaycana gətirdi. Bunlar kim idi? Bunlar sələfi qadınlar idi. Bunlar hamısı sənin kimi şərəfsizlərin Suriyada aparıb cariyə eləyib həyatlarını əlindən aldığınız insanlardır. Bəs bu haram deyildimi? Bəs baş kəsmək haram deyilmi? 2 dəqiqəyə harda baş kəsilmə yeri oldu, ora qaçırsınız və orada baş kəsməyə gedirsiniz. Haram sizin həyatınızdır, haram sizin yaşayışınızdır və Azərbaycan xalqı demokratik bir xalqdır, hüquqi bir xalqdır və ədalətli bir xalqa çevrilməklə yanaşı həm də bütün firqələri tüpürəcək bir xalqdır. Təşəkkür edirəm diqqətinizə görə.